Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Seyyid-i Muhammedin ve ala alihi ve ashabihi ecmain ama ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah biz qardaşlarımızın balalarının əqiqindəyik. Əqiq sünnədir, Peyğəmbər sallallahu aleyhi ve sellemin yoludur. Və əqiq o heyvana deyilir ki, uşaq dünyaya gələndə şükür əlaməti kimi kəsilən heyvana deyilir. Heyvana, əqiq heyvana. Və əfzəldir qoyun ola və ya keçi. Əfzəl budur. Peyğəmbər sallallahu aleyhi ve sellem Həsən Hüseynə də kəsəndə qoyun kəsdi. Elhamdülillah, bu Allah həm şükürdür, həm o insana saymaqdır insanı. Onu göstərir ki, şəriətimiz necə kamildir. Uşaq dünyaya gələn kimi artıq şəriət onu diqqətə götürüb, sayır onu. Çünki şəriət hamısını sayıb. Şəriət hamısını sayır. Hamısına hörmətlə yanaşır. Hamısına hörmət eləyib və hörmət tələb eləyib onlara. Oğlan uşağı üçün ikidir sünnədə. İki əqiq, iki qoyun. Qız uşağı üçünsə bir qoyun. Düzdür, soruşurlar ki, ne üçün belə? Ne üçün qız üçün bir dənə, oğlan üçünsə iki dənə? Təbii ki, burada hikmətlər var. Hikmətlər. Hikmətlərdən necə bilirik ki, ümumən cəmiyyətdə həmişə oğlana meyl olublar. Qıza yox. Hətta indi də görürsən. İndi də görürsən ki, məsələn, cahillik dövründə bəzi ərəb qəbilələrində, bəzilərində, hamında yox, bəzilərində hətta o dərəcədə ki, qız uşağı doğulanda öldürürdülər. İndi qabaq uzizad yox idi axı. Gözləyirdilər ki, doğulsun. Doğulan kimi öldürürdülər. Şəriət biraz onu ucuz saydı. Ucuz maddi cəhətdən, iqtisadi cəhətdən biraz ucuz elədi ki, ona toxunmayın da. Onun üçün bir dənə kəsin. Oğlan üçün iki dənə. Oğlan biraz bahalı elədi. İqtisadi cəhətdən bu biraz təsirdir. Çünki qız uşağını öldürürdülər. Hətta indi də. İndi biri eşitsə, buna baxır, nə yaxşı iş görmürlər. İndi ondan da çox öldürürlər. İndi uzu çıxıb, görürlər qız uşağı da öldürürlər. Nə qədər belə misallar var. Hətta boşayanlar var. Yəni, qadın görürsən ki, qızdır, hamilədir. Həkimlər uzu deyib qızdır. Görürsən ki, deyir ki, qız olsa gəlmə. Hələ doğum evindən ged ata-onun evinə, gəlmə. Yəni, belə hadisələr var, qardaşlar. Yəni, o demək deyil, nə cahillik dövründə olub, indi yoxdur. İndi var, ondan da çox. Ondan da çox. Sadəcə, ola bilər, şəkillər, hadisələr dəyişib, yəni, hal dəyişib. Yoxsa, əlhamdülillah, şəriətimiz hər şey nəzərə alıb, onu göstərir. Fikirəsiz, dəqiqliyə baxın. Şəriətimiz hər şeyi nəzərə alıb. Və şəriətimiz qızı qoruyub, qadını. Qadğan eləyib. Çünki İslamdan qabaq, nəinki qız uşaqların bəzi qəbilələr, tayfalar öldürürdü. Hətta miras düşmürdü ona. Yəni, bəzi şeylər açıq-aydın, böyük fərqlər var idi. İslam gəldi, o fərqləri hamısını iptal elədi, qadağan elədi. Dedi, olmaz. Qadının şənini qaldırdı. Yüksəkdir. Düzdür, qadınla kişinin arasında fərq var. Fərq olmalıdır. Hələ xəlq olunmaqları necə fərqlidir, yanaşma da fərqlidir. Bir ola bilməz axı. İndi bəzilər deyir ki, yox, qadınla kişi birdir. Bəli, bir ola bilər, məsələn, savab qazanmaqda, bəli, şəriətimiz onu hələ deməyib ki, yox, kişi bu əməli görsə, savab çox qazanacaq. Qadın isə bu əməli görsə, savab qazanacaq. Xeyr, hamı savab qazanır, eynidir.
Lakin müəyyən məsələlər var, orada kişi öndədir. Məsələn, böyüklük məsələsində. Məsələn, evdə kim böyük olur? Kişi. Çünki qadın əgər böyüklük eləsə bərəkət gedir. Allah bərəkət vermir. Çünki nə üçün? Nizam pozuldu. Nizam pozulur. Allah qoyduğu nizam var. Əgər onu pozsan, bərəkət də gedir və ondan sonra nə gəlir? Görürsən, o pozulmalara baş verir. Məsələn, bəzilədir, görürsən, Afrikada acından ölüb, Allah nöş belə. O insanlar təqsir özlərindədir. Allah hər kəsə kamil verib, hər şey verib. Sadəcə insanlar o nizamı pozublar. Allahın qanunların, Allahın dediklərini pozublar. Ona görə düşüblər zəlalətə, düşüblər aclığa. Bərabərlik pozulur. Çünki Allah adildir, şəriəti adildir. Ona görə qardaşlar, əlhamdülillah, bu oğlana 2 qoyun, qıza 1 qoyun, bu fərqdə hikmət var. Hikmət var. Və həmçinin deyəndə ki, kişi öncədir, qabaqdadır. O da belə qadının haqları alçalır. Yox. Kişi öndə, yəni kişi qadına baxır. Qadın kişinin himayəsində olmalıdır. Öz başına deyil, öz başına elimcik, çoğrayacaq. Çünki çox vaxtda qadınlarla çoğrayıblar. Peyğəmbər sallallahu aleyhi ve sellem o ki, Bəni İsraili qadınlar həlak elədi. Həlak elədi, böyük imperiyaları. Ona görə hər şeyin həddi var. O nizam ki pozuldu, fəsada aparır. Fəsada. Sən nə deyirsən deyinə? Allah Taala'nın qanunlarıdır, Allah Taala'nın nizamıdır, Allah Taala'nın qoyduğu hökmlərdir. Bu hökmlərdən kim tutacaq? Nəcat tapacaq. Salamat qalacaq bu dünyada da. Və axirətdə aydındır, salamat qalacaq. Yox, kim bu hökmlərdən tutunacaq, ya qismən tutacaq, tam nail olub bilməyəcək, olub üçün çox şeyə. Ona görə, əlhamdülillah, görün, balaca uşaqdır, lakin şəriətimiz sayıb onu. Sayıb və onu zikr olunub, valideynin ona diqqəti yönəlib, valideyn onu sayıb, maddi cəhətdən pul sərf eləyib. Hamısı nədir? Şəriətimiz bunu tələb eləyib. Yoxsa belə şey yoxdur. Şəriətimiz tələb eləyib ki, ona fikir verək. Bu da insana hörmətdir, insan haqlarıdır. İnsan haqlarının qorunması və s. Necə? İndi qışqırırlar, amma qorunurlar. Əsasən başqa ölkələrdən gəlir. Ona görə qardaşlar, yəni, şəriətimiz kamildir, əlhamdülillah, haqdır. Fikir versiniz, gör, əgər bu hələm balacadır, hələm adı da verilmir, verilsə də hələm çoxsu tanımır onu. Əgər belə diqqət eləyirsə, təsəvvürlə artıq böyüdükcə diqqət artır. Böyüdükcə diqqət artır. Cavan, ona ayrıca diqqətdir. Sonra oğlan ata olur, qız ana olur, ayrıca diqqətdir. Yaşdaşanda ayrıca diqqətdir. Hətta öləndən sonra diqqət qalır. Öləndən sonra da. Ona görə görün şəriətimiz necə kamildir. Əlhamdülillah. Və Allaha dua edirik ki, Allah bizim bu əqiqi, qardaşlar ki, əqiqi kəsib balalar üçün. Allah qəbul etsin bu əqiqi. Allah bu övladları salihlərdən etsin. Allah övladları olmayan müsəlmanlara övlad versin. Allah övladlarımızı salihlərdən etsin. Allah müsəlmanlara kömək olsun. Aqulu azə və estağfirullah və selamu aleykum və rəhmətullah və bərəkatuhu.